20. əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilibdir, soyqırımı törədilibdir. Bunlardan ən dəhşətlisi Xocalı faciəsi, Xocalı soyqırımıdır. Misli görülməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı 20-ci əsrin ən dəhşətli faciələrindən biridir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışdır. Qəhrəmancasına öz evini, öz kəndini, öz ailəsini müdafiə edənlər həlak olmuşlar, şəhid olmuşlar. Heç şübhə yoxdur ki, Xocalı işğaldan azad olunacaqdır və Xocalılar öz doğma torpaqlarına qayıdacaqlar, öz həyatlarını yenə də öz doğma torpaqların üzərində davam etdirəcəklər. Ancaq Xocalı yarası bizim qəlbimizdə daima yaşayacaqdır və Xocalı soyqırımı törədənlər ədalət məhkəməsinə məhkum olacaqlar. Xocalı soyqırımının törənməsində günahı olan Azərbaycan geçmişdə rəhbərliyi və digər vəzifəli şəxslər də xalq qarşısında öz cəzalarını çəkəcəklər. Xocalı azad olunacaq, Xocalı torpağı yenidən öz sakinlərinə təqdim olunacaqdır və siz öz torpaqlarınızın sahib olacaqsınız.